Salam əziz öyrənənlər. Bu videomda sizlərə Abituriyent jurnalı 9-cu sinifin buraxılış imtahanı üçün olan model suallardan bir neçəsini izah edəcəm. 8-ci sual. Deyir ki, hansı frazoloji birləşmənin mənası düzgün verilməyib? Yəni, səhv olanı soruşur bizdən. Baş qoşmamaq, əhəmiyyət verməmək. Bəli, doğrudur. Özündən getmək, özündən çıxmaq. Özündən getmək nə deməkdir? Yəni, huşunu itirmək. Özündən çıxmaq nə deməkdir? Əsəbiləşmək. Tamam başqa-başqa mənalardadırlar. Buna görə B variantı yanlışdır. Cavabımız elə B variantı oldu. Növbəti 9-cu sual deyir ki, həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərdir. Feilin və zərfin xüsusiyyətini daşıyan hansı sözləri idi? Feilin hansı təsvirlənməyən forması idi? Əlbəttə ki, feili bağlama, feil və zərfin xüsusiyyətlərini daşıyır. Deməli, biz bilirik ki, feili bağlamanın da özünün şəkilçiləri var və buna əsasən qaça-qaça feili bağlamadır. A-A şəkilçisi var burada, yəni qaçaraq. Daha sonra dayanaraq, araq-ərək bu da feili bağlama şəkilçisidir. Ən feili sifətdir. Dayanacaq isimdir. Uca-uca, necə, bu da sifətdir, mürəkkəb sifət. Cavabımız 1-2 Y variantıdır. 10-cu sual. Nümunədəki köməkçi kisələrin işləmə ardıcıllığını müəyyən edin. Yəni, ardıcıllığa diqqət etməliyik. Öncə cümləmizi oxuyaq və köməkçi kisələrini seçək. Kaş elə sizin dediyiniz kimi olsun. Çünki bu hamının istəyidir. Kaş, elə, daha sonra kimi, çünki. Kaş, ədat, elə, ədat, kimi, qoşma, çünki isə bağlayıcıdır. Cavabımız oldu A variantı.